Adamlar deyir ki, məsələn, mən aşiq olum, sonra filan əməl eləyim, ibadət eləyim. Din deyir ki, sən hələ bədənini gətirə bilirsən, gətir ibadətə vaxtında. Bunu sırf bilirsiniz necə? Əvvəl namazın mənəvi yükü yoxdur, tutaq ki, sənin üçün. Namazı bir proqramın tərkib hissəsi kimi elə ki, mən necə idmana adam özünü vadar eləyər, durum saatın tamamında bədənimi gətirim ibadət halına. Bunu mütəmadi elədikdə bir qəlib formalaşır, bir təməl formalaşır ki, mənəviyyat onun üstündə oturur, başa düşürsünüz? Mənəviyyat üçün bir təməl olmalıdır. Mənəviyyat bundan ayrı bir şey deyil. Gözləyəsən ki, mənim imanım hələ zəifdir, mən gecə durum, necə qalxacaq bu iman? Bu iman üçün sadə bəzən dərin nəsə fəlsəfə axtarmaq lazım deyil, bədəni əziyyətə salmaq lazımdır. Bədəni Allah yolunda əziyyətə sal, namazlı qıl, qutar deyiləm, bunu bədənimi gətirə bilmişəm, diqqətimi gətirə bilməmişəm. Buracan gəlmişəm, Allah da görər ki, o bədən gedir, gəlir, əziyyətə düşür, bədənin əziyyət çəkməsi özü bir mənəviyyatın təməlinə çevrilə bilər ki, onun üzərində sonra mənəviyyat binası qurmaq olar. Mənəviyyat bir təməl istəyir. O təməl qoyulan zaman sən çox da dərinlik axtarma. Bəzən sadə işlərdədir. Bəzən bədənin yorulması, hərəkət, Allah yolunda çox da belə deyimsə, hər an Allahı zikr eləməklə yox. Haracan gücün çatır, bədənini apar, əziyyətə sal ki, o əziyyətin üzərində də sonra mənəviyyat binasını qaldıra biləsən. Bu qədər mühüm məsələlərdən biridir bu ki, Həzrət Əli əleyhissalam bu xütbədə qeyd eləyir. Deyir, özünü oxşat, nə deməkdir bu? Deyir, özünü oxşat namaz qılanlara, ariflərə, nə mənada? Yəni, namazın ədəbinə riayət elə. Zahiri duruşun onların duruşu kimi olsun. Eybi yoxdur. Diqqətin, fikrin başqa yerdədir, eybi yoxdur. Deyir, kim bir il vaxtında namaz qılsa, bir il, diqqəti Allahda olmasa belə, o dəyişəcək. Çünki bir il bədənini hər saatın tamamında gətirən insanda sonra düşüncəsinə hakim olmaq gücü də yaranır. Deyir, zahirvi oxşat, yəni bədənvi oxşat. Onlar necə durur namaza? Sən də elə deyən, gözü tərpətmə, ədəblə, çünki bədənin sənin əlindən əziyyət çəksin ki, bir şey olsun da nəsə ki, bir nöqtə ipucu tapsın Allah ki, onun üzərindən sənə mənəviyyatı təlqin eləyə bilsin, sənə mənəviyyatı təqdim eləyə bilsin.